imkanlar bərabərləşibdir. Dünya səviyyəsində inkişaf etmiş ölkələrdə qadınla kişi arasında maaş fərqi 13% civarındadır. Çox böyük bir fərq yoxdur. Qadın, sən heç vaxt özündən uğurlu kişi, özündən daha kimə ki, sən heyran olacaq kişi tapa bilməyəcəksən. Və bu reallıqlarla qadınlar barışmalıdır barışmalıdır və beynində başlamalıdır. Yəni bu da qadınları tənhalığa apara bilən bir səbəb ola bilər. Bəli, ən böyük səbəb budur. Qadınları biz qadınların beynini yumuşuq feminizmlə, seksual inqilabla, nə qədər istəyirsən kişi götür ginən, sən də azadsan, get pul qazan ginən. Onlar da 30 yaşına kimi işləyirlər, pul qazanırlar və 30 yaşından sonra artıq hardasa bəlkə mana olmaq istəki gəlir də. Yəni ki 100 min il təkamülü var da. Yəni 100 min il nəticəsində Homo sapiens uşaq dünyaya gətiribdir. Onların genetikasındadır ki, onlar uşaq istəyəcəklər. Onların genetikasında odur ki, uşaqlarını onu qoruyacaq bir kişi olacaqdır. Onların genetikasındadır ki, kişi, yəni ki, güclü olmalıdır, qoruyan olmalıdır, resurslu olmalıdır ki, mən uşaq doğanda və uşağa baxanda mənə baxmalıdır. Bu istənilən qadın genetikasında var. Və sən hətta bugün qazanırsansa belə, sən bu genetikanın üstünə, DNT-nin üzərinə keçə bilmirsən. Və pat vəziyyəti yaranır.